Mən Ağalarov Əxtiyar Soltanoğlu 15 ilə yaxındır ki, onurğa arası qığırdaqların yırtığından, protruziyadan, smещения позвоночника əziyyət çəkirəm. Hipokrat deyirdi ki, psixosomatika, yəni ki, ruhi aləm insanın bütün can sağlığına təsir edir. Bütün videolarımda demişəm, bu videoda da deyirəm. Birinci, insanların baskısını keçməlisiniz, dəf eləməlisiniz. İnsanlar inkubator toyuqları ki, necə xəstəni dimdikləyib öldürər ha, elədilər. Heç kim sənə Van Damın kinolarındakı kimi deməyəcək ki, sən bacararsan, cavansan, buyur. Mən indi 15-20 kiloluq veslə qaçıram, istədiyim qədər jim hərəkətləri eləyirəm. Deyirlər ki, narkomaniya xəstəlikdir. Xəstəlik də narkomaniyadır. Ağrı kəsicilər atırsan, cürbəcür həblər qəbul edirsən. Bu kömək eləmədi, o kömək eləmədi. Bu müəyyən müddət ağrını kəsdi, sonra yenə başladı. Və plus da görəndir ki, mən utanmıram bunu demək, mən bunu qəbul eləmişəm. Və mənə deyən o insanların istəniləni ilə bütün fiziki normativləri yerinə yetirməyə hazıram. Mən özümü o həddə çatdırmışam. Amma bunu bu xəstəlikdən əziyyət çəkən insanlar üçün çəkirəm ki, utanmayın, xəstələnmək eyib deyil. Çörək pulu qazanaraq müəyyən fəsaddan, qəfil nəyisə qaldırmaqdan bu xəstəliklər, bu ağrılar yarana bilər. Tapbatarab narkoman kimi ağrı kəsici vurmaq, müəyyən müddət dözün ağrı kəsicisiz. Cürbəcür hərəkətlər var, YouTube doludur dünyanın bütün yerlərindən. Sonradan yerimək öyrənməli olursan, körpə uşaq kimi. Sonradan skalyozu götürməli olursan. O qədər yırtıqdan əməliyyat olunanlar bilir. Hətta yırtıqdan əməliyyat elə olunduqdan sonra belə insan skalyozu əyrili gəzir. Çünki beyin artıq o formanı qəbul eləyib. Yəni utanmayın, xəstəlik eyib deyil. Hərəkətlərlə, psixoloji ruh yüksəkliyi ilə demirəm ki, 15 yaşında oğlan kimi ola bilərsiniz. Özünüzü bərpa eləyə bilərsiniz ki, ən azından çörək pulu dalıca gedə biləsiniz. Bu qədər hamısı can sağlığı, sağlamlıq arzulayıram.